Növbəti gündən hər birinizə salam xanımlar. Dünən çəkmədim vlog. Getdim İsmaili gətirdim. Ondan sonra İsmail'e başım qarışır. İsmaili yedizdir elə. Həyətdən gəlmək bilmir. Həyətdən güc balına gətirirəm evə. Evdə də yeməyi yesin, meyvəsini yesin, eləsin. Təzən bir də düşürük həyətə. Ona görə İsmail canına sonra heç vaxtım olmur. Ona görə də çəkmədim daha. İndi tezdən qaynana bilsiz nə edib. Bütün yükü töküb. Yükləri töküb hamısından. Deməli, buradan Amirə, İsmaila, bir də Aytaca döşək düzəldi. Döşək çıxardıb yükdən. O da ən altdaymış, döşəkləri ən alta yığır. Yorğanları üstə yığır. İndi burada nəsə biraz işimiz var. Dediyim kimi Aytaca, İsmaila, bir də Amirə döşək düzəldir. İsmailin döşəyi var əslində. Aytacın da var idi, amma yoldaşım onun üstünə yatdı o döşəyin. Bu xəstələnən də. Ona görə o bütün kremdir, yağdır falan, yoldaşımın kremləri, yağlar falan vurulurdu deyə döşək ancaq elədi. Ona görə o döşək atılacaq. Ona görə Aytaca təzə döşək salır. Bir də Amirin də döşəyi yaxşı deyildi, elə belə döşək idi. Ona görə onun üçün də döşək salırıq. Bir də İsmailin də döşəyini yuyacağıq. Çünki bilirsiniz, uşaqdır, belə dişi falan eləyib. Ona görə onu yuyacağıq. İndi Aytacın döşəyini yuyub aparıb tezdən durduq. Elə qaynanam bibim biraz yatdı. Dedi mən yatım, sən də. Mən də onları atdım maşına çıxartdım, atdım maşına çıxartdım. Maşında yuyuruq yunu. İnşallah xarab olmaz. Dedim gəl əlimdə yox. O da dedi ki lazımdır, maşının yaxşısıdır. Belə meşoqları yığırıq, sonra da elə atırıq. Çox qoyma, 30 dəqiqəyə. İnşallah səsim gəlir, samolyotlar gedir. 30 dəqiqəyə qoyduq, belə yuyulur. Bu Amirin döşəyidir. Birini çıxartmışam, bu 3 kilo Amirə edirik. Bu da İsmailin döşəyidir. Baxın, belə döşələri var İsmail'de. Bir, iki, birini də o çıxsın, onu da yığacam. 3 kilo da İsmail'in döşəyinindir. Aytac da oraları yığışdırır. Dedim kömək elə, mən də buraları yığışdıraq. Elə sər-sər durdum, uşaqlara falan yemək verdim. Ona görə biraz dağılıb buralar. Hadi buraları yığışdıraq biz. Şöyle bu üzden falan da olacak. Bu aralar da gözlemlerdi. Bu aralar o kadar kırıcı, təyyarə falan gedir. Bir de tez baza istəyirəm şüşələri silim. Çox elə üstdən bir dəfə silim, quruluyum. İnanırsınız, o gün köy əsdi. Ne gündədir də, baxın, şeylərimiz, pəncərələrimiz, ürəyim sıxılır. Tez bazar onu da siləcəm, çıxsın aradan. Ən yaxşısı gəlim elə o yuyulana kimi pəncərələri də silim tez. Gedim su düzəldim. Əskilərimi falan hazırlayayım. Gedim silim. Belə bu pəncərələr hazır. Gedim bu pəncərələri də silim geçik. Belə bu pəncərəni də sildim. Sadəcə belə pis görününe baxmırsınız, o araları tərləyib. Görürsünüz, bu pəncərənin bir içində tərləmələr olur. Ona görə nə qədər silsən də, belə təmiz görsən də, geçirin pəncərələrdir deyə pis olur, nəsə bilmirəm niyə. Anı da durub kapışırken onu yuyum. Aytisa buraları geçin yarıştırıb sağ olsun. Ben de o bir yolu dəyişim. Belə getdim. Onu da verdim mən Amirin yununu. Sərvarda çəkəcədim, bəsə qonşular var idi, çəkə bilmədim. Yuxarıdan çəkərəm sizin üçün. Gedim indi. Amirə gedim bir şeylər yedizdirim. Acıda o tezdən yiyib. Geyib göyümdə taparam, yedizdirim ona. Belə, yolda düyünlər bilirəm, görmürsünüz, görmürsünüz. Nəsə birini qurutdu artıq. Bir dənə İsmail düşəyə qaldı, biraz gecə qaldı, ona görə. Məsləhət. Saat hələ üçün yarısı da hələ vaxta var. Bir dənə tez başlayım evlərdə yığışdırım. Biraz tökülü dağıldı, yemək falan yedik, elədik. Tez məsələn evlərdə yığışdırım, Amir yatmışım. Xanımlar, mən dəyərli izləyicilərim. Bugün Zeyid bəyin ad günüdür. Onun üçün biz də keçirəcəklər. Onun üçün dekor hazırlamalıyam. Bugün ayın 31-dir. Siz istədim axşam hazırlayayım. Bildim ki, İsmail səhər-səhər durub, onun şu kütünü atacaq. Ona görə indi İsmail tezdən aparım bağçaya. Oradan gedəcəm, mağazine bir şey alacağım.
Sonra qayıdıb evə. Qabıyan maşını qoşmuşam, paltar yuyan maşına da paltar atdım, paltarı qoşdum. Dedim mən gələn üçün bunları yuyusun. Belə ortalığı biraz götürdüm. Amiri yedizdirdim, İsmail'i yedizdirdim. Belə xanımlar, dekor şeylərimin hamısı tökdüm. İndi buradan qəşəng bir dekorlar çıxardacağım. Mən heç nə atmıram. Mesela İsmail'in 1 yaşında dekor qurmamışdım. 2 yaşında, 3 yaşında qurmuşdum. Amirin belə 3 yaşı var, burada 2 yaşı var. İçini atmamışam, saxlamışam. Nə bilim, burada çoxlu şeylərim var. İsmail'in 40 günlüyündə, məsələn, dişi çıxanda, doğulanda, pampersin üstündəki hər şey belə qalırdı. Mən saxlayıram belə şeyləri ki, lazım olur. Uşaq çox da Allah daha da çox eləsin. İnşallah biz də belə qəşəng quraq. İndi belə şarlarım var. Keçən dəfədən qalıb. Yenə də dünən də almışam. İndi bilmirəm, onu gizlətmişdik İsmail'in əlindən. Onu da gətireyim. Başlayayım qurmağa. Dekorum çoxdur. Ona görə çox şey almadım. Elə şar az idi. Şar aldım. Qalan hər şey varımızdı. Keçən dəfə çəkməyə yadımdan çıxıb. Bu dekoru necə qurmuşam, onu soruşublar. Gördüyünüz kimi bunlar belə bir şeylərdir. Çıxır. Belə altlığı var. Belə bir qoyursunuz, belə keçirdirsiniz. Belə keçirtmə yerləri var. Məsələn, mən 3-ünü bura keçirtdim, 3-ünü də bura keçirtdim. Hə? Daha sonra belə plastikləri var. Ucunda da belə balacaları var. Bunu belə bir-birinə keçirəndə bu əyilir. Baxın, ikisini keçirmişəm, artıq biraz əyili fasondur. Birini də keçirəcəm. Yəni ki, özünün içində olur. Baxın, belə çıqqalı şeyləri qalan olur. Sonra bunun balacası da olur. Onları birləşdirmək üçün belə balacası da var. Məsələn, bu balacanı bura qoyursunuz. Belə. Gördünüz? İndi buna taxacam. Bu düzəltdim. Bu biraz nazik plastikdir. Bunu biraz bura taxırıq. Belə. Belə uzadanda biraz əyilir. İndi onu əyəcəm. Qəşəng düzəldəcəm. Bu da belə dekorumuzun sonu. Belə. Belə şeylərdir. Happy Day yazıq ora. Happy Birthday yerləşmədi. Balaca oldu. Yekə oldu daha doğrusu. Heç pis görürsən. Ona Happy Day yazdıq biz də. Amir də elə axtarır ki, görün nəsə var. Töküm dağıdan. Eləmə. Kimindir? Ne? Səndir. Açın. Bir açın. Bir. Belə dekorumu qurdum xanımlar. Qəşəng, amma şəkil çəkə bilmədim. Çünki uşaqlar bir yerdə dayanmır ki, mən onun şəkillərini çəkeyim. Belə tortumuz da budur. Belə bir şeydir. Zeyt falan yazıyor. Budur. Belə gözləyirik axşam hamı qaynatan işdən gəlsin. Onun gözləyirik əsas. Matı bəzi yeməklər özü pişirib gətirir. Bir aş pişirir, bir də kebab zakaz eləmişim. Kebab pişirilir. Biz burada pişirenler burada yer var, alıp veriyor ama pişirirler böyle. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Fı. Nene kurban. Balon böyük oğlan olsun. Balon böyük oğlan olsun. Çok. Aferin. Sen böyüksen de. Yaxşı. Ana. Nazlı. Xanımlar, videomuzda bura kimi dünən nə çəkdim, nə çəkmədim bilmirəm valla. Belə xanımlar, 20.000 abunə olmamıza çox az qalıb. Xahiş edirəm, əgər videonu izləyirsinizsə yorum yazın. Şərt deyil ki, nəsə yazasınız, bir ürək belə atsanız mənim üçün bəs elər. Videom kəşfətə düşsün, çünki bu aralar video az yüklədim deyə ona görə baxış sayı düşüb. Nə qədər də tez video atsam da qalxmır bu baxış sayı. Onun üçün sizdən zəhmət olmasa sizdən xahiş edirəm. Bol yorum bəyənsəniz sizə dərin təşəkkürlərimi bildirirəm. İndən bildirirəm eləyənlərə. Eləməsənizsə sağ olun, eləsəniz də çox sağ olun.
Videomuzda bura qədər durum buraları yığışdırım. Məni bura qədər izlədiyiniz üçün hər bizə təşəkkür edirəm. İnşallah vlogumu sevərək və bəyənər izlədiniz. Bəyənirsə bəyənməyi, yorum yazmağı və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın. Hələlik.